Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair 2 sənəd imzalanmışdır və bu da çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır və bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq Ukrayna və Azərbaycan ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir. Keçən il 2 mühüm hadisə baş vermişdir. Bakıda Xarici İşlər Nazirliklərinin məsləhətləşmələri keçirilmişdir və hökumətlər arası komissiyanın iclası keçirilmişdir. Bugün söhbət əsnasında bu tədbirlərin Ukraynada növbəti dövrdə keçirilməsi haqqında da fikir mübadiləsi aparılmışdır. Bir sözlə, bir çox istiqamətlər üzrə bugün biz uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bugün bir daha təsdiqləndi. Müzakirə edilən məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Burada həm əldə edilmiş nailiyyətlər var. SOCAR Ukraynada uzun illərdir ki, uğurlu fəaliyyət göstərir. Eyni zamanda çox gözəl perspektivlər var, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bugün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz $500 milyar ötüb, amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək, çünki buna da böyük imkanlar var. Hərbi texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. Həm Ukraynada, həm Azərbaycanda hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətcə sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Bu barədə də bugün ətraflı danışıldı. Və bütün başqa sahələrdə biz əməkdaşlığımızı dərinləşdirmək istəyirik.